Konstitusiya və suverenlik çərçivəsində Ulu Öndər Heydər Əliyevin 102 illiyini qeyd etməyimizin böyük rəmzi mənası var. Çünki bu iki anlayış, konstitusiya və suverenlik məhz Heydər Əliyevin iradəsi, müdrikliyi və cəsarəti nəticəsində bizim bugünkü milli varlığımızın əsas sütunlarını təşkil edir. Dünyada 5000-dən çox xalq, 7000-dən artıq dil var. Ancaq dövlət sayı 200-ə qədərdir. Bu fakt bir daha göstərir ki, dövlət sahibi olmaq tarix tərəfindən hər bir xalqa bəxş edilən bir haqq deyil. Bu haqq yalnız öz milli kimliyini qoruyub saxlayan, mübarizədən çəkinməyən, şəhidlər verən, lakin milli ruhu əsla sınmayan xalqlara nəsib olur. Biz də o az saylı xalqlardanıq və fəxrlə deyirik ki, Azərbaycanlıyıq. Azərbaycanlı olmaq, dövlət sahibi olmaq, müstəqil və suveren olmaq eyni zamanda böyük məsuliyyətdir. Bu məsuliyyəti dərk etmək üçün milli ideologiyamızın mahiyyətini dərindən anlamaq, qazandığımız zəfərləri, o cümlədən, məhz bu cür tədbirlərdə xalq olaraq yol verdiyimiz səhvləri obyektiv şəkildə qiymətləndirmək zəruridir. Bildiyiniz kimi 1991-ci ildə bərpa edilən dövlət müstəqilliyimiz həmin dövrün geosiyasi şəraiti və tarixi hadisələrin məntiqi nəticəsi idi və təəssüf ki, formal xarakter daşıyırdı. Biz müstəqilliyimizi bir çox digər respublikalardan daha gec elan etdik. Ancaq burada xüsusi bir məqamın üzərində dayanmaq istəyirəm. Müstəqilliyini bizdən əvvəl elan edən Ermənistan öz müstəqillik bəyannaməsində onlara aid olmayan, mənsub olmayan Qarabağa konstitusion iddia sürüblər. Ancaq həmin dövrdə müstəqilliklə bağlı hazırlanmış bəyannamə və konstitusiya aktında təəssüf ki, fundamental beynəlxalq hüquq norması olan bizim Qərbi Azərbaycanlıların geri qayıdış hüququ ilə bağlı bir kəlmə belə qeyd edilməyib. Təkcə bu faktın özü bir daha sübut edir ki, 1991-93-cü illərdə hakimiyyətdə olanları Azərbaycan xalqının taleyi maraqlandırmayıb. Onlar heç bu barədə düşünməyiblər belə. Başları hakimiyyət uğrunda davaya qarışıb. Təsəvvür edirsiniz, həmin zaman deportasiya yeni baş vermişdi. Yüz minlərlə soydaşlarımız onların gözü qabağındaydı. Qarabağda işğal baş vermişdi. Onlar da bəyannamədə qayıdış hüququnu ali səviyyədə təsbit etmək əvəzinə yazırlar ki, SSR-yə daxil olan respublikalarla, o cümlədən Ermənistanla dostluq münasibətlərini arzu edirik. Ancaq Ulu Öndər Heydər Əliyevin qayıdışı ilə bu hüquqi boşluq aradan qaldırıldı. Deportasiya ilə bağlı hüquqi əsaslar formalaşdıran sənədlər qəbul olundu. Qarabağın işğaldan azad edilməsindən sonra cənab Prezident İlham Əliyev Qərbi Azərbaycanlılara geri qayıdış hüququnun normativ əsaslarını yaratdı. Və bildiyiniz kimi cənab Prezident İlham Əliyev 2022-ci il 24 dekabr tarixində Qərbi Azərbaycanlılarla görüşü zamanı Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən tarixi şəhərimiz olan İrəvanın Ermənistana bağışlanmasını xəyanət və cinayət adlandırdı. Bu obyektiv tarixi həqiqətdir. Məhz bu fikirləri əsas tutaraq, tarixi ədalətsizliyin hüquqi yollardan qaldırılması üçün elə bu ildə konstitusiya və suverenlik ilində Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanla bağlı qərarını pisləyən Milli Məclisin qərar layihəsinin hazırlanmasını təklif edirəm. Buna paralel olaraq 1920-ci ildə Sovet hökumətinin qərarı ilə Zəngəzurun Azərbaycandan ayrılaraq Ermənistana verilməsi faktını da pisləyən ayrıca bir qərar layihəsinin hazırlanmasını təklif edirəm. Bütün bunlar bir daha sübut edir ki, dövlətçilik təsadüfi deyil, stratejik düşüncə, milli iradə və davamlı mübarizə tələb edən bir yoldur. Və biz bu yola Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti ilə qədəm qoyduq. Müzəffər İlham Əliyevin liderliyi ilə daha da gücləndi, tarixdə olmadığı qədər güclü və müstəqil və suveren olduq. Əziz həmkarlar, bugün müzakirə etdiyimiz və müəllifi Ulu Öndər Heydər Əliyev olan konstitusiya hüquqi cəhətdən ən yüksək, ən ali normativ sənəddir. Ancaq onun əsl dəyəri yalnız mətnində və ya təkmilliyində deyil, onun əsl dəyəri Azərbaycançılıq ideologiyamızda, Əliyev idarəçilik irsi əsasında formalaşan dövlət kimliyimizdə və həmrəylimizin gücündədir. Çox sağ olun.